Motivasiyasına inanan yarı yolda qalar. Disiplininə güvənən həmişə axıra qədər gedir. Uğurdan danışan insanlara qarşı bir ikrah hissi yaranır. Sübhan bəylər olmaq üçün yəni nə eləmisən? Və 28 dənə kəsrim var idi. Oxumamısınız ki? Yəni Sübhan bəylər olmaq üçün mən standartların çərçivəsindən kənara çıxmışam. Yəni diplom o qədər də vacib deyil deyirsiniz. Bir insanın keçmişini sorğulamaq məncə yəni ən mənfi bir şey. Mənim büdcəmin 50%-i anama gedəcək. Hər tanıdığın adamla gedib bir evdə yaşa deyən yoxdur. Desək ki, Avropadakı insanlar niyə xoşbəxtdir? Bu o sualın cavabıdır. Dilədim oldu. Dedim ki, bir kişinin bir qadının geyiminə müdaxilə eləməyi, yəni məncə çox gülünc bir hadisədir. Bu hansı təcrübə ilə oldu? Bu heç mənfiyə düşmədi. Xanımlar pul istəyir, maddiyyat istəyir, cəsarətin yoxdursa, ömrü boyu cəsarətli insanların uğur hekayəsini dinləməyə məcbur olacaqsın. Salam Protax izləyiciləri. Bugün qonağımız Sübhan Bəylərzadədir. Sübhan Bəylərzadə karyera məsləhətçisi, şəxsi brendləşmə üzrə mütəxəssisdir. Xoş gəlmisiniz Sübhan bəy. Xoş gördüm İlxanım. Yaxşı ki, dəvətimizi qəbul elədiniz və gəldiniz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Düşünürəm ki, sizin sahəniz bir çox şəxsə maraqlıdır. Çünki insanlar bu aralar şəxsi brendləşməyə önəm verirlər. Fikir verirəm ki, uğur üçün çox mübarizə aparırlar və necə uğura çata bilərlər, necə şəxsi bizneslərini qura bilərlər, ümumiyyətlə özlərini necə tanıda bilərlər, bundan çox maraqlanırlar. Düşünürəm ki, bu podkast onların işinə yarayacaq və elə birbaşa sizə də sual vermək istəyirəm ki, sizin fikrinizcə uğur nədir və uğura gedən yol nədən keçir? Əslində belə deyim də, uğur anlayışı hər kəs üçün fərqli ola bilər. Məsələn, mənim üçün uğur anlayışı nədir desəniz, mən qoyduğum məqsədə çatmaq üçün elədiyim səhvlər və onlardan çıxartdığım nəticələr mənim üçün uğur toplusudur. Çünki heç zaman bizdə belə bir yanlış anlayış var. Sanki uğursuzluq olmadan və yaxud da ki, hər hansı bir mənfi hadisə yaşamadan gedib hansısa bir nöqtəyə çatmaq uğurdur. Amma əksinə, yəni biz o gedən yolda hər hansısa bir səhv eləyə bilərik. Hətta belə deyim də, öz qoyduğumuz komfortun, büdcəmizin aşağısına düşə bilərik. Yəni dibin yaşaya bilərik. Amma bunların hər birindən çıxartdığımız nəticə zaten bizim üçün uğurdur. Və bu yol nədən ibarətdir? Bu yol artıq başlayır sizin özünüzü tanıma prosesinizdən, şəxsi inkişaf prosesinizdən, ta ki sizin o təyin elədiyiniz məqsədə çatma nöqtənizə qədər olan məsafə sizin uğur yolunuzdur. Düşməlisən ki, qalxasan deyirsiniz. Bəli, yəni ümumiyyətcə elə bir insanı tapa bilməzsiniz ki, yəni o insan heç bir mənfi hadisə yaşamadan, ümumiyyətcə biz təcrübə məsələn bu gün nəyə deyirik? Mənim kimi insanlar və ya da digər uğurlu şəxslərə niyə təcrübəli şəxs deyirlər? Çünki təcrübəli şəxs heç bir şey yaşamamış insan deyil. Hər mənfiliyi görmüş, amma mənfilikdən bir nəticə çıxardıb, onun davamını gətirmiş insanlardır ki, bu insanlar məsələn uğurlu şəxs adlandırırlar və bunun da toplusu təcrübə adlanır. Ümumiyyətcə həyat təcrübəsi deyirik bəzən. Bunun özü belə, yəni buna uyğunlaşan bir anlayışdır. Çünki mənfiləri gördükcə siz o mənfini bir də eləməməyə çalışırsınız. O zaman da fərqli bir mənfi eləyirsiniz, amma yenə ondan da bir nəticə çıxardıb, yenə yolunuza davam edirsiniz. Və uğurlu insan da, yəni bir növ belə deyək də, uğurlu şəxslər o şəxslərdir ki, zaten bu mənfiləri görür, amma o mənfilərə rəğmən nəticə çıxardıb o yolun yarısından geriyə dönmür. Onu axıra qədər davam edir. Bəs sizcə elə şanslı insanlar varmı ki, mənfiyə düşmədən tezliklə uğura çatır? Çünki biz gənc yaşlarında uğura çatan insanlar görürük və maraqlıdır ki, bizə bu hansı təcrübə ilə oldu, bu heç mənfiyə düşmədi, nə yaxşı belə tezliklə oldu? Əslində Nilxan, belə deyim, şanslı insan deyəndə həyatda əslində şanslı insan yox, iki tip insan var. Biri şansın ona gəlməsini gözləyən insandır. Biri öz şansını yaradan insanlardır. Öz şansını yaradan insanlar hansı ki bugün, məsələn necə ki mənə deyirsiniz və yaxud da ki digər dünya üzrə də insanlar var və yaxud da ki Azərbaycanda da real nümunələrimiz var ki, uğurlu şəxslər deyirsiniz. Öz şansını yaradan insanlardır. O siz dediyiniz sadəcə şans əsəri hansı nöqtəyə gəlmiş insan, elə bir insan demək olar ki, tapa bilməzsiniz. Heç bu mövzuda deyə bilərik ki, istisna da yoxdur. Çünki necə deyim, sadəcə otduğu yerdən uğur qazana bilməz. O şanslı görünən kimi insanlar var ki, məsələn uğurlu şəxsləri çıxıram buradan kənara. O insanlarda əslində öz başına hansısa bir uğuru əldə etməyib. Sadəcə şans o deyə bilərik ki, məsələn, ailə durumu əvvəldən yaxşı olmuş ola bilər və yaxud da ki, həyat və yaşam tərzi əvvəldən çox mükəmməl ola bilər və o da onun sayəsində heç bir şey eləmədən, yəni o nöqtəyə gələ bilər. Məsələn deyim ki, bir serial var idi əvvəl. O serialda həmin oğlana sual verirlər ki, o da bir imkanlı ailənin övladıdır ki, siz bu yerə necə gəlib çatmısınız? O da deyir ki, mən bu yerə gəlib çatmamışam, onsuz da olmalı olduğum yerdəyəm. Yəni onsuz da gözünü açıb deyən o ailədə böyüyübdü. Onsuz da mən burada olmalıydım, da bu ailədə böyüyürəm deyə və buradayam. Amma yəni sadəcə hətta belə bir şey var da, inanmaq bacarmağın yarısıdır deyirlər və sair anlayışları ifadə edirlər. Amma düşünün ki, çalışmadan, əziyyət çəkmədən, o mənfiləri görmədən və mənfi hadisələrə də uğursuzluq deyirlər, təcrübə baxmadan heç bir insanın o nöqtəyə gəlib çatdığını görə bilməyəcəksiniz. Bəs sizcə uğura çatmağın bir yaşı varmı? Yəni bir yaşdan sonra artıq gecdir
və ya çox tezdir deyə biləcəyiniz? Ümumiyyətlə bunun yaşla əlaqəsi varmı? Xeyr, yaşla əlaqəsi yoxdur. Onun real nümunəsi elə ölkəmizdə doktor Necəf Allahverdiyev var. Düzdür, o öz əvvəlki sahəsində də uğurlu bir insan olubdu. Bunu kənara qoyaq, çünki əvvəl başlıqda da qeyd etdiyim kimi doktor olubdu, yəni həkim olubdu və çox da professional bir həkim olubdu, çox uğurlu insan olubdu. Amma bir yerdən sonra o karyerasını tamamilə dəyişibdi. Necəf Allahverdiyev bu gün natiqlik üzrə, uğur hekayələri üzrə təlimçidir, mütəxəssisdir, amma düşünün Nəcəf müəllim artıq neçə yaşından sonra bunu bacarıbdı. Yəni sıfırdan düşünün, bir karyeranı sonlandırır, sıfırdan başqa bir karyera qurur və o karyerada bu yaşında belə uğur qazanır. Ona görə yəni yaş anlayışını sadəcə uğurda siz rəqəm kimi görə bilərsiniz. Uğur qazanan, məsələn, mən 27 yaşım var, mən bu uğuru məsələn artıq 22-23 yaşımda məsələn bu nöqtələrə gəlib çatmışdım. Amma məsələn mənim sahəmdə elə insanlar var ki, 35 yaşında o nöqtəyə gəlib çatıbdı. Eləsi var ki, 40 yaşında o nöqtəyə gəlib çatıbdı. Artıq o belə deyə bilərik ki, uğur üçün və ya da ki, uğur qazanmaq üçün yaş sadəcə bir rəqəmdir. Ümidlərini itirməsin. Bəli, bəli. Bəs sizcə nəyə görə cəmiyyətdə uğurdan danışan insanlara qarşı bir ikrah hissi yaranır və artıq bu söhbətləri eşitmək istəmirlər insanlar? Orasını da sizə deyə bilərəm. Çünki bir növ belə deyək də mənfi bir enerji yaranır. O da nəyə görədir? Məsələn, insan araşdırır ki, mən çıxıram burada danışıram. Okay, hər kəs inanır ki, Sübhan bəy, yəni bu nöqtələri keçibdi, uğur qazanıbdı. Amma sonra bu adam gedib onu araşdırır. Görür ki, bu adam onsuz da lazımi bir ailədə böyüyübdü, yəni büdcəsi yüksək bir ailədə böyüyübdü, gedib Amerikalarda təhsil alıbdı, nə bilim İngiltərədə təhsil alıbdı və bu təhsilin hamısını uğur artığı üçün qaçınılmazdır. Bəli, bəli, uğur artığı üçün qaçınılmazdır, çünki bunun gücü var. Ona görə də insanlar əslində uğur şəxslərə qarşı deyil, sadəcə uğuru hansısa qorunmaz bir mələyin əli altında formalaşan insanlara qarşı bir mənfi enerji ilə formalaşırlar, onlara qarşı mənfi bir düşüncə formalaşdırırlar. Amma məsələn, məni tutam ki, gənclər niyə çox istəyir? Mən sizə deyim də, məsələn, Sübhan bəylərin əslində fərqini də belə deyə bilərəm. Çünki mən bilirlər ki, özüm kəsri tələbə olmuşam. Yəni sıfırdan öz sahəmdə, yəni yüksəlmişəm və öz ixtisas sahəmi belə deyim də qoymuşam bir kənara və özümü formalaşdırmışam. Və insanlar da məni araşdırır, görürlər ki, belə biriyəm və ona görə düşünürlər ki, demək ki, Sübhan bəy bizim olduğumuz nöqtəni keçib deyə onun dediklərini həyatımıza tətbiq edə bilərik. Özlərini daha belə yaxın, bəli, daha uyğun hiss edirlər. Bəli, təbii ki, hətta sizə belə bir şey deyim. Düşünün ki, qarşınızda iki insan var. Bir insan hər bir mənfiliyi görübdü, yəni dibin yaşayıbdı və gəlib bu gün yüksək bir nöqtəyə çatıbdı və o sizə tövsiyə verir. Biri də var ki, maraqlanırsınız ki, bu insan sizin nöqtədə olmayıbdı, çünki ailə vəziyyəti yaxşı olubdu deyə, maddi vəziyyəti yaxşı olubdu deyə, sizin gəlib çatacağınız, məsələn 50 il gəlib çatacağınız nöqtəyə o universitet dövründə artıq çatmışdı, çünki imkanı vardı. Məsələn siz Amerikada təhsil almaq üçün nə qədər büdcə formalaşdırıb getməzsəm, onun ailəsinin büdcəsi var idi, gedibdi, oralarda təhsil alıbdı, gəlibdi və artıq sizin hansı insanın belə deyim də həyat hekayəsi sizə daha çox toxunaqlı olar və yaxud da ki, daha belə uyğun olar. Siz fikirləşərsiniz ki, mən bunları eləsəm, demək ki, o nöqtəyə gəlib çata bilərəm. Bəli, anladım siz nə demək istəyirsiniz. Sübhan bəy, özünüzü bir brend kimi formalaşdırmağa nə vaxt ehtiyac hiss etdiniz? Nə vaxt dediniz ki, artıq hazıram, bunu edə bilərəm və ya nə səbəbə? Belə deyim də, əslində normalda bizim sahələrdir ki, məsələn təlimçilikdir, karyer məsləhətçiliyidir. Bu sahə elədir ki, siz bu sahə üzrə birinci özünüzü mütəxəssisləşdirmək üçün, yəni peşəkar bir insan olmaq üçün siz sadəcə fokuslanırsınız öz karyeranıza ki, bu karyeranı qurun. Amma bir yerdən sonra, məsələn belə deyək də, bu gün təlimçiləri, qurumlar, müəssisələr və yaxud da ki, hər hansısa bir layihələr necə tapmağa başlayır? Artıq Instagram üzərindən, LinkedIn üzərindən, yəni sosial media üzərindən axtarmağa çalışır. Və siz artıq brendləşməsəz, brendləşməkdə də sosial medianın böyük bir rol olduğuna görə, siz brendləşməyə başlamasanız, sizin nə qədər bacarığınız olursa olsun, insanlar sizi tapa bilməyəcək. İnsanlar sizi görə bilməyəcək. Və brendləşməkdə bunun üçün onsuz da vacibdir. Və mən özümü artıq mütəxəssis kimi formalaşdırdıqdan sonra mən düşündüm ki, mütəxəssisdən daha ötəyə, yəni mən özümü bir brend kimi formalaşdırmalıyam ki, insanlar yəni belə deyək də, Sübhan bəyləri sadəcə bir insan, iki insan yox, çoxlu sayda brendləşmiş formada tanısınlar. Belə deyək də, məsələn, ölkəmizdə siz gedirsiniz, bir restoran var, adını falan tanımırsınız. Bir restoran görürsünüz amma, məsələn, McDonald's olsun, KFC olsun. Təbii ki, siz doğru seçim eləyib tanıdığınıza girirsiniz. Çünki o sizin artıq üçün bir brend halına gəlibdi. İnsanlar üçün brend halına gəlibdi. Mən də artıq o mütəxəssis belə deyək də nöqtəsinə gəldikdən sonra artıq başa düşdüm ki, yəni mən brendləşməsəm, nə qədər mütəxəssis olum, sahəmi nə qədər yaxşı bilsəm də, yenə də insanlar üçün mənim çox da yəni önəmi olmayacaq. Əgər mən düşündünüz ki, gənclərə bir yarar sağlayacağamsa, qoy biraz məşhurlaşıb, məni tanısınlar, güvənsinlər, mən onlara bir xeyrim toxunsun. Bəli, bəli. Sizcə sosial şəbəkələr hal-hazırda şəxsi brend qurmaq üçün vacibdirmi, yoxsa bu məsələ şişirdilir? Vacibdir, amma sizə belə bir şey deyim də, şişirdirmə məsələsini də deyə bilərik. Şişirdirmə məsələsi nə dərəcədə? Yəni çox belə necə deyim, o yüksəklərə qaldıracaq dərəcədə deyil, amma təbii ki, vacibdir. Əslində vacib də dediyimiz bu sizin öz xeyrinizədir.
Yəni biri var ki, bir düşünün də, məsələn bir layihə yaratmaq istəyirsiniz. Sizin sosial medianız yoxdur. Və siz o layihəni böyütmək üçün məcbursunuz ki, ancaq öz kontaktınız, ətrafdakı insanlar və maksimum yəni siz də kontaktla nə qədər insana çata bilərsiniz ki, lap deyək ki, 400 nəfər, 500 nəfərə çatdınız. Onun da yarısı layihəyə qoşulmadı. Sizin əlinizə qaldı 250. Onların da bəziləri lap yaxınlarınızda, onlar sizə görə gəldilər. Yəni ortada 150 nəfər insan qalır. Amma biri də var ki, siz otduğunuz yerdən doğru, təbii ki, algoritmanı doğru istifadə edərək siz yüzlərlə insana çata bilərsiniz. Sizin bir videonuz bir anda 60 min, 100 min, 200 min, 300 min insanlara çata bilər. Yəni hətta bunu sadəcə Azərbaycanda yox, digər ölkələrdə də görə bilərsiniz. Məsələn, niyə insanlar Instagram üzərindən pul qazanmağa çalışır, Instagram üzərindən tanınıb daha çox kütləyə çatmağa çalışır? Çünki öz sferamızla o insanlara çatmağımız, öz mühitimizlə o insanlara çatmağımız çox çətindir. Ona görə təbii ki, vacibdir, amma şişirdiləcək dərəcədə deyil. Niyə? Məsələn, siz bir deyək ki, bir sahədə çalışırsınız. O demək deyil ki, siz o dəqiqə Instagramda printləşə biləcəksiniz. Çünki siz birinci o təcrübəni yığmalısınız. Yəni o şişirdiləcək dərəcə söhbəti əslində yanlış bir fikirdir. Yəni şişirtmək də lazım deyil. Sadəcə bilməlisən ki, bir nöqtəyə çatandan sonra sən artıq Instagramda və yaxud da ki, LinkedIn olsun, TikTok olsun, fərqi yoxdur. Orada printləşməyə çalışmalısan. Və bu sənin üçün bir nöqtədən sonra məcburiyyət halına gəlməlidir. Bəs siz hal-hazırda sıfırda olan bir tələbəyə deyelim, məzun olmuş yeni bir tələbəyə müraciət eləsə sizə kömək edə bilərsinizmi? Uğura çatsın ya da nə bilim şəxsi brendləşməsi olsun. Əslində mənim demək olar ki, fəaliyyətim bundan ibarətdir. Yəni sadəcə mən belə deyim də, çalışdığım kateqoriyanın 90% onsuz da 80-90% tələbələr və gənclərdir. Çünki onlar mənə müraciət eləyir işə qəbul prosesində fərqlənmək üçün. Məsələn, çünki biz o karyera bilirsiniz, yəni o nöqtədən başlayır, bunun içərisinə CV daxildir, müsahibələr daxildir. Bir də ki, təbii ki, artıq iş adamı olmaq istəyən, brendləşmək istəyən ən çox məsələn mənə müraciət həmin şəxslər deyir ki, mən standart çərçivəsində çalışmaq istəmirəm. Yəni gənc deyir ki, mən özüm karyeramı qurub sizin kimi uğurlu bir şəxs olmaq istəyirəm, özüm müəyyən nöqtələrə çatmaq istəyirəm, müəyyən sahədə bir brend halına gəlmək istəyirəm. Təbii ki, bizdə daha doğrusu mən öz əlimdən və öz komandamda təbii ki, öz əlindən gəldiyincə ona yardım etməyə çalışırıq, amma təbii ki, elmi əsaslanan, yəni mən ümumiyyətcə elmi əsası olmayan, sübut olmamış heç bir texnikanı mən qarşımdakı insanlara demirəm. Və sadəcə mənim bir fərqim olur ki, mən öz həyatımda yaşadığım insanlara deməyə çalışıram. Yəni öz keçdiyim yolları və özüm elədiyim şeyləri, öz həyatıma tətbiq eləmədiyim heç bir şeyi mən ömrü boyu qarşımdakı insana demirəm. Bu şəxs bilmirsə özü haqqında, yəni bilmirsə hansı sahəyə yiyələnməlidir, hansı sahəyə getməlidir. Ümumiyyətlə heç də məlumat yox. Yəni sizə belə bir şey deyim də, artıq o nəyə daxil olur? Mən sizə deyim, konsultasiya məsələsi var. Yəni bizim verdiyimiz xidmətlərdən biri odur. Konsultasiyada o insanın özünü tanıması, özünü analiz etməsi və şəxsi inkişaf prosesinin başlanğıcı dərsində. Çünki sən birinci özünü tanımalısan ki, sən bilməlisən ki, sən hansı dəyərlərə, maraqlara və bacarıqlara sahibsən və sənin bu dəyərlərin, maraqların və bacarıqların hansı sahəyə uyğundur. Artıq biz onu orada qərarlaşdırırıq. Ondan sonra artıq bir uğur xəritəsi, bir şəxsi inkişaf xəritəsi cızırıq ki, və yaxud da bir karyera xəritəsi cızırıq ki, bu insan artıq bu dəyərlərlə, maraqlarla, bacarıqlarla və bu sahədə necə peşəkar ola bilər, hansı sahələrdə çalışa bilər, necə brendləşə bilər deyə bir xəritə hazırlayırıq və onun üzərinə o insanın davam etməsini təmin edirik. Sizcə cəmiyyətin uğurlu hesab etdiyi insanlar hansı tip insanlardır? Əslində uğurlu insanlar belə deyim də, cəmiyyətin ümumiyyətcə uğurlu kimi gördüyü insanlar. Birincisi o insanın açısından baxsaq, cəsarətli insanlardır. Çünki cəsarətiniz olmadığı sürəcə onsuz da siz belə bir söz var. Deyirsən, məsələn, ağlındakı fikirləri gerçəkləşdirəcək qədər cəsarətin yoxdursa, ömrü boyu cəsarətli insanların uğur hekayəsini dinləməyə məcbur olacaqsan. Birinci cəsarətli insanlardır. İkincisi, bir məsələ var. Tony Robbinsin kitabında deyir ki, Niagara sendromu deyilən bir şey var. Yəni bu nə deməkdir? Deyir, biri var ki, insanlar iki yerə bölünür. Biri var ki, o axara qoşulub, gedib hansısa bu burulğanda boğulub ölən insanlardır. Biri də var ki, o burulğanın əksinə gedən insanlardır. Və cəmiyyətində uğurlu kimi gördüyü insanlar o burulğanın əksinə gedən, yəni onun öz yolu var. O heç bir axara qoşulmur. Hətta bundan sizə belə bir şey də deyə bilərəm. Dünyada 80-20 qaydası deyilən bir şey var. Buna Pareto prinsipi də deyirlər. Yəni orada da uğurlu insanları bir izah eləyə bilərik. Dünyada insanlar ikiyə ayrılır. 80% əhəmiyyətsiz çoxluqdur, 20% vacib azlıqdır. Yəni bu nə deməkdir? 20% vacib azlıqda olan insanlar uğurlu insanlardır. Yəni onların bir məqsədi var. Həyatda öz qarşılarına bir missiya təyin ediblər ki, mən bu missiyanı tamamlayacağam, öləcəm və ölsəm belə mənim haqqımda danışılacaq. Biri də var ki, əksinə 80%, yəni heç bir məqsədi olmadan sadəcə bu həyat yaşansın deyə yaşayır və bir gün təbii ki də son nöqtəyə gəlir və ölür, vəfat edir də belə deyək. Və uğurlu insanlar dediyim kimi o 20% içərisində olan insanlardır. Və sizcə insanlar tutaq ki, evi olmayan və ya nə bilim maşını olmayan bir insanı uğurlu insan hesab eləyirmi cəmiyyət? Yəni? Bəli, sizə belə onun da bir nümunəsini deyim. Dünya üzrə bir yazıcı var, Charles Bukowski.
Bukovski ömrü boyu əyyaş kimi yaşayıbdı, küçələrdə yaşayıbdı. Hətta Bukovskinin bir sözü var. Deyir, mən Post əsərindən qabaqda ki, Post əsəri onun məşhur əsəridir. Yəni onun Charles Bukovski olmasını təmin edən əsərdir. Və Charles Bukovski deyir ki, mən uğurlu olmamışdan əvvəl, yəni mənim bu əsərim ortaya çıxmamışdan əvvəldə insanlara təhqir eləyirdim, müəyyən şeylərdən istifadə eləyirdim, yəni zərərli şeylərdən istifadə eləyirdim, içki içirdim, əyyaşlıq eləyirdim və mən yenə dünya tərəfindən tanınıram, əsərlərim bestsellerdir. Amma yenə insanları təhqir eləyirəm, yenə əyyaş həyatı yaşayıram. Yəni bunun ümumiyyətcə heç bir əlaqəsi yoxdur. Hətta biraz qlobala çıxsaq, o bizdə ev olması, maşın olması və s. bu anlayışlar ancaq və ancaq məsələn bizdə mövcuddur. Avropada 90% insanlar öz evi yoxdur. Kirayədə yaşayır. Amma gedib onun məsələn həyatına baxsanız, yaşam tərzinə baxsanız biləcəksiniz ki, o adam uğurlu insandır. O adamın müəyyən yəni büdcəsi də var. Yəni sizcə? Çünki onu da deyim sizə. Çünki biz məsələn 20 sonrasını qarantinləməyə çalışırıq. Bəli. Amma Avropalılar elə deyil. Avropalı insanlar deyir ki, mən anı yaşayıram. Mən bilə bilmərəm ki, sabaha çıxacam ya çıxmayacam. Onlar anı yaşamaq istədiyi üçün, onlar üçün maraqlı deyil, mənim evim olsun. O düşünür ki, bizdə necədir? Məsələn, pulumuz var, biz deyirik ki, bir ev alaq, sonra birində alaq, sonra birində alaq. O deyir ki, onsuz da mən bunun içində yaşayıram və özümdən o evə parası deyiləm. Ona görə də onu ehtiyac kimi görmür deyə. Ancaq onlar qazandıqları pulları bir gələcəklərinə yatırım eləyirlər. Yəni gələcəklərinə necə? Məsələn, bir brend qururlar, o brendin formalaşdırmasına eləyirlər ki, o pul dövri eləsin. Bir də ki, anı yaşamaq, səyahətlərinə, gəzməklərinə, yəni belə deyim, əyləncələrinə, öz həyat tərzlərinə xərcləyirlər. Hətta bu sualı Nilxan belə də başa düşə bilərsiniz. Yəni desək ki, Avropadakı insanlar niyə xoşbəxtdir? Yəni bu o sualın cavabıdır. Çünki onlar anı yaşayırlar, biz isə 20 sonrasını fikirləşirik. Hətta Avropalılar deyir ki, 20 sonrasını fikirləşmək Allaha ağır gedər. Səbəbini də belə izah edirlər ki, Allah onsuz da sənin sabahını verir. Yəni sənin o ruzini, qazancını onsuz da verir. Sən yəni sabahı düşünməklə və yaxud da ki 20 sonrasını düşünməklə sən Allaha belə də ağır gedəcək bir hərəkət eləmiş olursan. İndi mən sizə sadə bir misalla öz vəziyyətimi izah edeyim. Mən də düşünürdüm ki, anı yaşamalıyıq. Ev nəyə lazımdır? Kirayədə yaşayıram, işləyirəm, ödəyirəm də nəyə lazımdır? Bir dəfə bir iş yoldaşım qayıtdı dedi ki, indi yaşayırıq da bir 50-60 yaşımızda yorğun olacaq, dincəlmək istəyəcək. Düşündüm ki, hə düz deyir. Yəni biraz düşünsək də pis olmaz elə bir 20 il sonra. Yox, indi onda sizə belə bir şey deyim də. Siz də elə bir şəkildə yaşayın ki, sizin 50 yaşınız olanda belə siz bilin ki, sizin arxanızda müəyyən qədər büdcə var. Aha, bu oldu artıq 20 il sonrasını biraz düşünmək. Yox, tam da anı yaşayaq, tam da düşünmək yox. Görürsüz, mən nə dedim? Avropalılar öz büdcəsini elə bir şeydə formalaşdırır ki, o büdcə həmişə dövr eləyir. Yəni bir bilet onlar da düşünür, amma bizdən fərqli olaraq. Bəli, onlar bizdən anlayışı fərqlidir. Yəni düşünür ki, mən 4 dənə ev alsam nə olacaq? Mən onsuz da o evi özümdən apara bilməyəcəm. Amma bilet necə? Bizdə belə bir şeydir. Düşünün ki, bir 4 dənə ev qoymusunuz. Bizdə belə deyək, onu bir növ övladlar üçün daha çox düşünür bizim insanlar. Çünki bizim insanlar özü üçün yox, həmişə başqaları üçün yaşamağa çalışırlar. Avropalı özü üçün yaşayır. Və düşünün ki, o 4 dənə ev onsuz da sizin belə deyək də övladınız satacaq, eləyəcək. Amma yəni ona daimi bir belə deyək də, yəni büdcə yeri olmayacaq. Amma brend elə bir şeydir ki, Avropalı bilir ki, o brend o öldükdən sonra da dövr eləyəcək. Sadəcə doğru şəkildə idarə etmək lazım. Yəni onu əldən çıxarmaya bilər. Ona görə də onların düşüncəsi əslində bizə nisbətən daha doğru bir düşüncədir. Hər kəs bizdə bilirsiniz də təqaüd yaşı, pensiya və s. belə şeylər düşünür. Bəs bizim 5 dəqiqə sonra qarantimiz var ki, biz 5 dəqiqə sonra yaşayacağıq ya yaşamayacağıq. Yoxdur. Ona görə yəni özünüz düşünün də, yəni 30 il sonrasını, 40 il sonrasını sırf onu düşünərək yaşamaq nə dərəcədə düzgündür. Yəni biraz düşünə bilərik, amma sırf onu düşünməsə də yox. Sırf yoxdur. Sadəcə bir növ Avropalılar kimi düşünün. Düşünün ki, bir brend qurum formalaşdırıb, məsələn, o məni hər zaman təmin eləsin. Hətta bunun bir nümunəsini deyim. Bir dəfə bir metroda bir hadisə yaşandı. Belə deyək, bir cavan gənc insan əyləşibdi, yaşlı ayaq üstədir. Və yaşlı ona dedi ki, sən niyə mənə yer vermirsən? Sən də mənim yaşıma gələsən. Dedim, mən sənin yaşında bu metroda gəzməmək üçün mən bu dəqiqə gəncliyimi hədər eləyirəm. Bunun özü də əslində onu formalaşan düşüncədir. Çünki o da gələcəyini görsə fikirləşir, amma fərqli dərəcədə. Yəni zamanı gələndə mən məsələn bayaq dedinizə 50-60 yaşıma gələcəm, işləməyə şəraitim olmayacaq, məsələn səhhətim əl verməyəcək. Artıq onu da bu gündən düşünə bilərsən, amma sırf o fokusda yaşasan, sən bu gün həyatı qaçıracaqsan. Anladım nə demək istədiniz. Az öncə qeyd etdiniz ki, sizə konsultasiya üçün müraciət edən tələbələrə siz öz həyat hekayənizdən danışırsınız və özünüzdə yaşamadığınız şeyləri başqa insanlara da məsləhət bilmirsiniz. Sizin karyera yolunuzda ilk ciddi dönüş nöqtəniz nə olub? Mən sizə deyim, mən özüm Bakı Dövlət Universitetinin tələbəsi idim və 28 dənə kəsrim var idi. Yəni universitetin, bəli. Oxumamısınız ki? Yəni universitetin, bəli, birinci semestr ümumiyyətcə girməmişdim. Yəni belə deyim. Hətta Vasif Məmmədəliyev, dəyərli akademikimiz bir söz demişdi. Demişdi, deyəsən sənə deyibdilər ki, universitet yanvarda başlayır. Yəni sən yanvarda gəlmisən bura. Onun da səbəbi belə deyim, açıq danışım. Mənə həmin zaman yol göstərən olmamışdı və ailə seçimindən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini yazmışdım.
Amma mən bir yerdə anladım ki, bilirsiniz, bir yerdən sonra insan artıq dərk eləyir ki, yəni nəsə eləməlisən də. Mən fikirləşdim ki, mən məsələn standart çərçivəsində çalışmaq istəmirəm. Bu sahəni nə qədər məsələn Quran-Kərim oxumağı bacarsam da, onun təcvid qaydalarını bilsəm də, mən artıq yəni bu sahədə özümü görmürəm. Yəni bir sahədə özünüzü görmürsünüzsə, istəyirsiniz yəni nə qədər sizə maddiyyat versin, qazanc versin, yəni o sizə xoşbəxt hiss etdirməyəcək. Hətta sizə belə bir şey deyim, mən hər zaman gənclərə deyirəm ki, sevmədiyiniz işi görməklə, sevmədiyiniz insanla ailə qurmaq arasında heç fərqi yoxdur. İkisini görəndə deyirsən ki, bunu niyə gördüm yenə? Daha açığı. Ona görə mən də qərar verdim ki, artıq bu sahəni istəmirəm və artıq araşdırmağa başladım ki, yəni mən nə istəyirəm də, məsələn, özümü hansı sahədə görürəm və mən hər zaman insanlarla danışmağı, insanlarla çalışmağı və belə deyim də uğurlu bir şəxs kimi görsəməyi bir xəyal olaraq qurdum və düşünün ki, insandakı ən böyük güc xəyal gücüdür. Bizə nə qədər desələr də ki, xəyal qurmayın, yox da o xəyaldır. Əksinə, şuuraltı çünki xəyalla gerçəyi ayırd eləmir. Və avtomatik siz orada xəyalı necə qursanız, şuuraltınıza necə yeritsəniz, o elə formalaşır. Və mən də artıq qərar verdim ki, mən insanlarla çalışmaq istəyirəm, belə-belə və artıq araşdırmalara başladım. Necə eləyə bilərəm? Bunun əmək bazarının tələbləri nədir? Yəni mən necə formalaşa bilərəm? Başladım təlimçilik kurs almağa. Artıq həyatımın dönüm nöqtəsi əslində o idi. Yəni mən artıq düşündüm ki, yəni bu sahədə özümü görmədiyim üçün dedim, əslində o kəsrləri bilirsiniz, yəni bir il əlavə vaxt sərf eləyərdim, amma kəsrləri bağlayıb, hətta deyim, bağlamağa çox az da qalmışdı demək olar ki. Amma mən onu istəmədiyim üçün, yəni bu sahədə gördüyüm üçün artıq bu sahədə formalaşdım, təlimçilik kursları aldım, karyer məsləhətçiliyi sertifikasiyasından keçdim, yəni o üzrə sertifikatlar aldım və sonra başladım artıq yavaş-yavaş brendləşməyə, formalaşmağa və artıq yəni insanların gördüyü spam bəylər, yəni əslində belə deyək də 28 kəsrli tələbədən yolum gəldi çıxdı, uğurlu bir şəxs olmaq ondan sonra universitetlərdə seminarlar, qurumlarda, müəssisələrdə yavaş-yavaş seminarlar və təlimlər verərək, yəni bu spam bəylər nöqtəsinə gəldim çatdım. Siz universiteti diplomla bitirməmisiniz. Xeyr. Bu universiteti bitirməyən tələbələrimizə ümid olsun deyə soruşdum. Yəni ki, ümidinizi itirməyin. Bəli, əslində buna bir belə deyim də haşiyə də çıxa bilərəm. Dünya səviyyəsində tanınan məşhur şəxsi inkişafçı var. Brian Tracy'yə baxa bilərsiniz, Tony Robbins'a baxa bilərsiniz, Ed Roberts'a baxa bilərsiniz. O insanların hər biri universitetin deyil, təhsilin belə yarım qoyub getmiş insanlardır. Amma halbuki düşünün, dünya onlara bu gün uğurlu şəxs kimi baxır. Yəni şəxsi inkişaf üzrə, yəni beynəlxalq professor kimi baxırlar o insanlara. Çünki o insanlar təhsilin deyil və yaxud da ki, məcburi bir təhsilin deyil, öz istəklərinin arxasınca gedibdilər. Diplom o qədər də vacib deyil deyirsiniz. Bəli. Diplom necə? Sizə belə bir şey deyim. Diplom sizin savadınız, təcrübəniz, praktiki bilikləriniz olmadığı sürəcə sizin üçün sadəcə bir kağız parçasıdır. Açıq. Yəni siz getdiyiniz yerdə harda siz bunu sadəcə öz sahənizdən sizdən nəsə tələb edirlər. Görürsünüz, sizdən təcrübə tələb edirlər. Yəni əmək bazarı sizdən təhsilin nəticəsini yox, öz qoyduğu tələb istəyir ki, mənə təcrübə gətir. O təcrübədə bizim dediyimiz şeylərdir. Yəni formalaşa, səhvlər eləyə-eləyə, yəni o artıq formalaşır və sizdə təcrübə halına gəlir. Ona görə diplom sadəcə universitet mühiti və ya da ki, kollec mühiti deyim, məsələn, yəni bir insan üçün vacib ola bilər. Yəni onu görməlidir ki, biraz formalaşsın. Amma işləmək üçün, çalışmaq üçün, hər hansı bir karyera sahibi olmaq üçün o sadəcə sənin üçün bir kağız parçası olmalıdır. Yəqin ki, podkastınızı izləyən izləyicilərə siz maraqlı olacaqsınız və sizin təlimlərinizi eşitmək istəyəcəklər. Onlar üçün qeyd edək ki, siz hal-hazırda harda təlimlər keçirsiniz? Əslində mən belə deyim də, artıq free olaraq çalışıram deyə, yəni hər kəsin o sevdiyi freelance işləyəm deyə. Mən yəni fərqli yerlərdə oluram. Sadəcə özümün qurduğum bir sistem var. Yəni təkamül MMC var ki, orada gənclər üçün ümumiyyətcə Azərbaycanda gördükləri bütün peşəkar insanlar, Rövşən Abdullaoğlu kimi dəyərli yazıçılarımız, Orxan Şəhbaz kimi, Toğrul Ələşbər kimi insanlarla yəni təlimlər veririk və mənim özümə də oradan kimlər müraciət edirsə, komandam mənə bildirir və mən o insanlara konsultasiya verirəm və dəstəyimi göstərirəm. Yəni burdan belə deyim də təkamül MMC vasitəsilə olsa məndən əlaqə yarada bilirlər. Amma belə ümumən təlimlərim yəni universitetlərdə də olur, yəni müəyyən müəssisələrdə də olur, asan xidmət kimi müəssisələrdə elə məsələn 20 gün bundan əvvəl son təlimim orada olubdu. Yəni belə deyək də öz təlimlərim fərqli yerlərdə olur. Amma yəni təkamül MMC-də stabil olaraq olsa həm mənim, həm də Azərbaycanda gördükləri 90% peşəkarların təlimləri olur. Ondan da biz fürsət yaradırıq ki, bəzən ödənişsiz, bəzən ödənişli, amma qoşulub yararlanan, hətta onun üzərindən sertifikat əldə edə bilirlər. Təlimlərə qoşulur tələbələr, sizi dinləyirlər, sonra özləri suallar verirlər, suallara cavab verirsiniz. Bəli, suallarını verirlər, cavablarını alırlar. Məsələn, tutalım ki, Rövşən müəllimdən mənim gizli tərəflərim deyə bir seminarımız olacaq. O seminara qoşulur. Birinci Rövşən müəllim mövzunu danışır, sonra sualları qəbul edir, cavablandırır və orada da fəal iştirak etdiklərinə görə müraciət edib, yəni rəsmi sertifikat əldə edə bilirlər. Təlimlərdə eşitdiyiniz ən qəribə sual nə idi? Təlimlərdə eşitdim, əslində qəribə yox, sadəcə belə deyim də, mənə deyirdilər ki, spam bəylər olmaq üçün yəni nə etmisən? Daha açıq. Yəni mənə fərqli elə dedilər. Mən dedim, yəni spam bəylər olmaq üçün mən standartların çərçivəsindən kənara çıxmışam.
Yəni bizdə çünki bayaq da dediyim kimi də çox zaman insanlar sadəcə çərçivənin içərisindədir. Amma o çərçivənin içərisində sən bir nöqtəyə qədər gedə bilərsən. Hətta belə bir söz var, məşhur bir yazar var, deyir ki, həyatınıza maaş kartın çalışın salmayın. Yəni o maaş kartı sizi o çərçivədə saxlayacaq. Və mən də Sultanbəyli olmaq üçün çərçivədən kənara çıxmışam. Məsələn, hər kəs kimi bir il çox vaxt sərf eləyib, o kəsrləri bağlayıb, diplomla hər hansı belə deyim də çərçivə daxil bir iş işləyə bilərdim. Yəni standart bir rejimdə. Amma mən ona özümə uyğun görmədiyim üçün, yəni standart bir rejimdə sevmədiyim üçün, o çərçivədən kənara çıxmaq üçün, yəni belə deyək də çox vaxtımı sərf eləmişəm. Bu arada freelance da deyəndə Nilxan, insanlar elə bilir ki, sadəcə freelance olmaq, yəni burada 9-6 işləyir, çıxacaq belə, yəni belə deyək də öz istədiyi kimi olacaq. Xeyr, elə deyil. Belə bir söz var, deyir dostumla 9-dan 6 işləməmək üçün işdən çıxdıq və indi günün 24 saatı çalışırıq. Bəli, öz işində elə olur. Bəli. Çünki siz öz işinizdə freelance çalışırsınız, daha çox vaxt ayırırsınız, daha çox araşdırmalar eləyirsiniz, ideya yaradırsınız, ideya formalaşdırmağa çalışırsınız. Əslində 9-6 daha rahatdır. 6-dan sonra işi falan fikirləşmirsə telefonu da söndürüb gedə bilirsən. Çünki niyə? 9-6-da çünki sən sadəcə müəyyən çərçivə daxilində sənə verilən proqramı tamamlamağa çalışırsan. Amma sən öz işin olanda artıq free olaraq sən çalışırsansa, sən özün başda olursan, nələr eləməlisən. Çünki sənin free çalışdığın qurumlar belə, məsələn, hər hansısa bir yerlə qurumla free çalışırsansa, bu əsasən də Avropada, Türkiyədə falan olur. Orada olanda o insanlar səndən əksinə 9-6-dan daha çox şey tələb eləyirlər. Çünki artıq sən komfortun var. Yəni sən evində də oturub çalışa bilirsən, hər hansı coffee shopda da oturub çalışa bilirsən və onda da sənin daha çox saat sərf eləməyin gərəkir. Yəni ona görə bu anlayışı biraz doğru anlamaq lazımdır. Free çalışmaq sadəcə sənə müəyyən komfort verə bilər. Amma sən az çalışacaqsan deyə bir şey yoxdur. Anladım sizi. Bayaq qeyd etdiniz ki, çərçivələrdən kənara çıxmısınız. Yəni komfort zonanızdan kənara çıxmısınız. İnsanlar nəyə görə bunu edərkən çətinlik çəkirlər? Çünki çərçivədə yaşamaq daha rahatdır. Yəni belə bir şey düşünün də, biri var ki, bir yerdə çalışırsınız, düzdürmü? O çərçivədə yazılanları eləyib gününüzü sonlandırırsınız. Məsələn, deyək ki, bir karyera məsləhətçisi sizə deyilir ki, məsələn, bu həftə 2 dənə təlim eləməlisən. Sən bilirsən, bu həftə 2 təlim təşkil etməlisən, onun qeydiyyat prosesi və s. və ilə axır və bunu hazırsan gedir. Amma bir də var ki, sən o çərçivədən çıxıb öz brendini qurmalısan. Bunun üçün bir ad formalaşdırmalısan, loqo formalaşdırmalısan, onun marketinq strategiyasını qurmalısan, ümumi məqsədin, hədəflərini formalaşdırmalısan. Sonra onun həyata keçirmək üçün hər hansı bir texnikalardan istifadə etməlisən, araşdırmalısan, bazar araşdırması etməlisən. Düşünün görün haralara gedirik də bu və uzana gedir. Məsələn, adi belə bir şey deyək də biz adi təkamüldə mən bir təlim təşkil etmək üçün sadəcə və sadəcə hələ bir ay əvvəl mən o insana bir həftə danışıq aparıram. Yəni yazıram, o cavab verir, ona müəyyən suallar, onun suallarını mən cavablayıram, mənim suallarımı o cavablayır. Hələ təlimin sadəcə üzə çıxma prosesi bir həftə çəkir. O da poster formasıdır. Onun hələ bir qeydiyyat prosesi bir ay çəkir. Amma biri də var ki, mən gəlirəm standart çərçivəsində sadəcə mənə deyirlər bu işi gör. Mən də bilirəm ki, hər gün gələcəm 9-dan 6-ya yavaş-yavaş işim gedəcək. Yəni insanlar asana qaçır. Amma bir şey də unutmayın ki, yəni çərçivədə siz heç vaxt xəyalınızda qurduğunuz həyata çata bilməzsiniz. Yəni xəyala qurduğunuz həyata çatmaq istəyirsinizsə, o nöqtədə olmaq istəyirsinizsə, artıq o çərçivədən kənara çıxmağı siz özünüzə sadəcə lazımi bir şey yox, məcburiyyət kimi görməlisiniz. Yəqin ki, bu insandan insana dəyişir, fərdidir, amma yenə də soruşacağım. Sizcə uğurlu olmaq üçün hansı sahə daha rahatdır? Yox, əslində sahə belə deyək də, rahat məsələsi deyil. Hər sahənin özünə görə çətinliyi var. Məsələn, bəzən son dövrlərdə özünüz bilirsiniz də, ölkəmizdə inkişaf edən bir sahə var, SMM sahəsi. Hər kəs elə bilir ki, deyir ki, SMM-liyə nə var? Hər bir səhifəni idarə elədim, nə bilim, gəldim bir dənə video çəkdim. Fikirləşmir ki, o insan o videonu çəkmək, hazırlamaq, nə bilim, montaj etmək ki, mənim məsələn səhifəmi idarə edən SMM belə, məndən gəlib çəkiliş eləyib, nə qədər gedir onun üzərində işləyir, yəni vaxt, əmək və sərf eləyir. Ona görə mən heç bir sahəni demirəm ki, rahatdır. Sadəcə müəyyən sahələr var ki, orada iləri getmək, məsələn, adi Instagramda belə kəşfiyyata düşmək, müəyyən sahələrdə doğru strategiya qursan, digər sahəyə nisbətən asandır. Amma bunun bir tərəfindən asanlığı var. Amma elə nöqtəsi də var ki, o səndən çətindir. Məsələn, belə deyək, mən karyera məsləhətçiyəm, mənim bir qrafik dizaynerim var. Şəxsən mənə görə onun işi daha çətindir. Yəni qıraqdan insan baxıb deyə bilər, 1 saat sərf elədi, post hazırladı, verdi. O postun ideyasını yaratmaq, mən ona sadəcə mövzu və şəkil atıram. Və o insan artıq 1 saatdan, 2 saatdan, 3 saatdan ayırmalıdır ki, ideya yaratsın, onun rəng tonuna qədər, onun ölçüsünə qədər, yəni vaxt ayırsın. Ona görə mən demirəm ki, yəni hər hansısa sahə asandır və ya da ki, orada uğur qazanmaq asandır. Hər bir sahədə uğur qazanmaq üçün belə deyim də, əziyyət və əmək lazımdır. Hətta mən həmişə bir söz deyirəm, bilirsiniz, belə bir söz var, inanmaq bacarmağın yarısıdır deyirlər. Mən deyirəm ki, inanmaq bacarmağın yarısıdırsa, sistemli çalışmaq hamısıdır. Amma sistemli çalışmaq, yəni sadəcə çalışmaqla da siz uğur əldə edə bilməzsiniz. Bir də bir sahəyə çox insan yönəlirsə, o sahədə uğur qazanmaq daha çətindir.
Əslində belə deyək də, bugünkü gün demək olar ki, çox sahədə insanlar çoxdur. Yəni kadr azlığı olan sahə çox azdır. Açığı o sahələrdə artıq belə deyək də, süni intellektin sıradan çıxartmağa hazır olduğu sahələrdir. Amma əslində elə deyil. Məsələn, siz mənim kimi yüzlərlə karyera məsləhətçisi var, düzdürmü? Bəli. Amma mən məzun olduğum insandan belə bu gün daha öndəyəm. Yəni səbəbi də nədir? Onu da sizə deyim. Çünki siz əgər bir sahədə önə çıxmaq istəyirsinizsə, brendləşmək istəyirsinizsə, bəli, yəni özünüzə sual verməlisiniz ki, mənim digərlərindən fərqim nədir? Məsələn, hətta bu sualı birinci özünüzə cavab tapmalısınız. Ondan sonra siz bu işi məsələn Nil xanım birindən öyrənə bilər. O ona müəllimi kimi də baxa bilər. Amma Nil xanım düşünməlidir ki, mən elə bir şey eləyim ki, öz müəllimimdən belə fərqlənim. Yəni sizin öz strategiyanız, öz istifadə etdiyiniz texnikalar, yüksəlişiniz, brendləşməniz, formalaşmağınız hər biri digər insanlardan fərqli olmalıdır. Bunun üçün də siz doğru bir bazar araşdırması etməlisiniz. Sübhan bəy, sizdə heç olubmu ki, uğurlu şəxs kimi çıxış edən bir insan olsun və sizdə o ikrah hissi yaratsın ki, axı səninlik deyil bu sahə və ya siz onu uğurlu hesab etmirsiniz? Əslində belə deyim də, mən bilirsiniz, vaxtım qısıtlı olduğu üçün çox da vaxt ayıra bilmirəm. Amma vaxt ayırdığım müddətcə məsələn qarşıma indi Instagramdan reels olaraq çıxa bilər, post olaraq çıxa bilər və təbii ki, insanlar var. Çünki nəyə görə? Mən də onu boş-boşuna reaksiyanı vermirəm özlüyümdə. O insanın şəxsini biraz bildiyim üçün, araşdırdığım üçün, yəni mənə biraz o insanın danışma mənasız gəlir. Və bu mən deyil, çox insana gəlir. Məsələn, adam fikirləşir ki, mən yəni 10 il, 8 il bir təcrübə toplamışam, müəyyən, yəni təcrübənin əsasında insanların qarşısına çıxış eləyirəm və mən həmin insanı bilirəm ki, həmin insan heç bir mənfi nöqtədən keçməyibdir. Heç bir problem yaşamayıbdır. O adam problemlə üzləşmək, o situasiyalardan keçməyib və heç bir situasiyadan keçmədən o situasiyadan keçmiş kimi çıxış eləyir. Artıq bu da əslində ən böyük problemdir və onu araşdırıb, keçmişini araşdıran insan artıq görsə ki, yəni bu həqiqətən o dediyi nöqtələrdən keçməyibdir. Təbii ki, necə ki məndə o ikrah hissi yaranır, o digər insanlarda da yaranacaq. Bəs sizcə nəyə görə şəxsi inkişafdan danışan, uğurdan danışan bu insanlar mütləq ki bir nöqtədə qadın-kişi münasibətlərindən və s. ümumiyyətlə qadınlardan çox danışırlar. Hətta deyərdim ki, biraz saldırğan formada danışırlar. Nəyə görədir bu? Mən onu sizə deyim də, əslində bu digər ölkələrdə bunu görə bilməzsiniz. Çünki Avropada kişi və qadın münasibətləri hər biri yerli yerindədir deyə açıqcası. Orada ümumiyyətlə heç bir uğurlu spiker çıxış eləyərkən qadın-kişi münasibətlərinə girmir. Amma bizdə ağırlı nöqtəmiz olduğu üçün, çünki məsələn bu gün diqqət eləyirsiniz, gənclərimizi araşdırsanız, yəni yarısı demək olar ki, bu dəqiqə aqressivləşibdir, neqativdir. Yəni həyatı bitmiş kimi danışır. Çünki hər hansı bir münasibət yaşayıbdı, ondan ayrılıbdı və yaxud da ki, ölkəmizdə bilmirəm, bilirsiniz ya bilmirsiniz, statistika göstərir ki, gündə 66 boşanma baş verir və bu da onun göstəricisidir ki, demək ki, bizim ölkədə müəyyən dərəcədə yəni münasibətlər doğru təməlin üzərində qurulmur. Və bunu da bu çıxış edən insanlar bilir deyə, hətta açıq deyim, müəyyən uğurlu insanlar var ki, özü belə o prosesi yaşayıbdı, yəni münasibətdə uğursuz olubdu, karyerada uğurlu olsa da və artıq çıxışında onun psixologiyasına, şuuraltına yerləşib deyə artıq onu ifadə eləmək istəməsə belə eləyir. Bəli, bəli. Çünki artıq onu yaşayıbdı. Məsələn, belə deyək də, ailə həyatı normal olmayıbdı və yaxud da ki, münasibət qrupda yarıda qalıbdı. Ona görə bizim ölkədə əslində onun danışılması biraz da normaldır. Çünki münasibətlərin dediyim kimi təməlinin normal olması, əslində belə deyək də, bizdə çox şey olduğu kimi və bəlkə də indi gələcəkdə formalaşar, düzələr, amma yəni münasibətlərin də qurulma məsələsi çox yanlış şey üzərindən gedir. Məsələn, sizə bir şey deyəcəm, bəlkə də görəcəksiniz. Bu yaxında bir nəfər var. Yəni 8 illik münasibət olan insandan WhatsApp-da bir dəqiqə gec yazıb deyə ayrıldı. Yəni nişan atdı, də belə deyim. Hətta. Yəni düşünün və sizə qıraqdan baxsanız, dünya görüşü olan bir insan üçün çox gülməli bir hadisədir. Yəni bunu siz dünyanın heç bir nöqtəsində görə bilməzsiniz. Açığı. Maksimum bəlkə bir Türkiyədə görəsiniz. Amma əksinə, yəni doğru düşüncə tərzi ilə baxsa, yəni adam düşünə bilər ki, bu adamın işi var. Hələ bu ki bir dəqiqə, yəni bir dəqiqə nədir ki? Peki bir neçə dəfə olub bu hal? Yox, bir neçə dəfə olsa da siz indi yəni insanlıq haldır. Sən qarşındakindən soruşa bilərsən və insanlar da bilir ki, bu adam qarşısındakını soruşmadan birbaşa yarğılayıb. Yəni sən kimləsə danışırsan, mənə xəyanət eləyirsən, bəsairdir və ilə axırdır. Yəni bu insan hər bir şey ola bilər. Plus da ki, həmən insan, yəni qarşıdakı insan tələbədir. Yəni bu dərsdə olmuş ola bilər, PDF atılmış ola bilər, yəni dərsin ortasında nəsə bir söz deyilmiş ola bilər ki, girmiş ola bilər, baxa bilməmiş olar, ümumiyyətcə WhatsApp-ı söndürmüş ola bilər, onlayn qalmış. Yəni burada bilirsiniz, baxış bucağı çox önəmli bir şeydir. Siz yəni bir hadisəyə fərqli tərzdən baxa bilərsiniz. Məsələn, sizə belə bir şey deyim. Düşünün ki, qıraqdan baxırsınız ki, bir ana çöldə övladı. Çəmənliyin içində özün vurur yerə, sürtür yerə və ana ona yaxınlaşmır.
İndi burada çox fərqli baxış bucağı ola bilər. Normal nə qədər gizlətməyə çalışsaq da, bizim cəmiyyətin 90% baxış bucağı bilirsiniz, biz baltalamağı sevirik. Bu nətər anadır ki, uşağına yaxın durmur. Amma doğru bir baxış bucağı baxa bilər ki, bəlkə də bu uşağın psixoloji problemi var və həkim ona məsləhət görüb ki, uşaq öz başına nələrsə eləyəndə siz ona yaxın durmayın. Məsələn deyək də. Və yaxud da ki, ananın xəbəri var, icazəsi var, o icazə verir onu eləməyə. Biz birbaşa baltalamağa keçirik. Yəni burada baxış bucağı dəyişir. Eynilə də o həmin hadisələrdə. Sən qarşındakı insandan əslində ümumiyyətcə belə bir şey düşünün. Biz elə bilirik ki, başımıza gələn hadisələr, yəni bizi pis eləyən əslində odur. Bizi pis eləyən başımıza gələn hadisələr deyil. O hadisələri bizim verdiyimiz reaksiyalardır. O da bizim hisslərimizdən başlayır təbii ki. Yəni bayaq dediyim mövzuda həmin mövzudur. Yəni o insan onu başqa cür müsbət düşünüb, yəni o münasibətin bitməməsinə şərait yarada bilərdi. Bayaq qeyd etdiniz ana və uşağı, mənə bir mövzu maraqlıdır. Sizin fikriniz də çox maraqlı gəldi. Bəzən uşaqlar var ki, xüsusi qayğıya möhtac uşaqlardır və onlar valideynləri artıq sosiallaşdırmalıdır. Onlarla da haralarasa getməlidirlər də, çıxmalıdırlar çölə və s. Və həmin uşaqlar digər insanları narahat etdikdə valideyn bu halda nə etməlidir sizcə? Digər insanları narahat etdikdə əslində valideyn belə deyim də, orada fərqli eləyə biləcək çox da bir şey yoxdur. Yəni maksimum yaxınlaşıb həm o qarşısındakı insana izah eləyə bilər ki, əgər qarşısındakı insan təbii ki onu başa düşməyibsə, yəni normal izah eləyə bilər ki, mənim uşağım, yəni bu tip uşaq yəni özəl uşaqdır belə deyək. Yəni və bunu eləmək normaldır. Sadəcə üzrxahlıq edib yəni ondan geri çəkilə bilər. Yəni orada eləyə biləcək ikinci bir fikir yoxdur. Nə aqressiyalanıb getmək yəni doğru deyil. Çünki kənardakı insan da ola bilər də. Yəni fərqli bir düşüncədə insan ola bilər. Əslində mən digər kənardakı insan biraz anlayış göstərməlidir. Bəli, amma belə deyək, indi hər insanın onu gözləmək də olmur, bilirsiniz də. Yəni bizdə plusdakı son dövrlərdə insanlarımız onsa çox aqressiyalaşıbdı, bilirsiniz, adi xaçda belə yəni adi bir şey üstündə insanlar bir-birinə əsəbləşə bilər. Hələ plusdakı yəni belə bir hadisə olduqda insan o dəqiqə mənfi reaksiya verə bilər. Ona görə müəyyən qədər anlayış gözləsək də, müəyyən qədər də anlayışın göstərilməsi, yəni üzrxahlıq edib həmin dəqiqə yəni uşağın zorundan götürüb uzaqlaşmaq məncə ən doğru fikirdir. Bəs tutaq ki, ona psixoloqu məsləhət görübsə ki, müdaxilə etmə. O halda nə etməlidir sizcə? Yox, əslində o da biz psixoloq deyə bilər. Amma psixoloq ömrü boyu deməz ki, o məsələn insanların çoxlu olduğu yerdə sən uşağı burax və ona yaxınlaşma. Onu heç bir psixoloq və ya həkim deməz. Çünki bilirsiniz, yəni müəyyən aqressiya, müəyyən qarşıdurma yarada bilər, müəyyən problemlərə yol aça bilər. Həkim ancaq deyə bilər ki, və ya da psixoloq deyə bilər ki, sadəcə öz evində, boşluq olduqda, yəni burax və o qoy öz-özünə rahat oynasın, yəni ona müdaxilə eləmək ki, qoy o rahatlaşsın da, bir növ belə deyək. Təbii ki, amma ortam içində heç bir həkim onu tövsiyə eləməz. Amma uşaq da yəni ona necə deyəcək ki, gedirik indi məsəl üçün yemək yeyəcək restoranda, sən burada oturacaqsan, tərpənməyəcəksən. Yəni uşaq da gəzir, gedir, başqa masalara yaxınlaşır və s. Onun nə yox, onun əslində başqa cür qarşını kəsməyin yolu yoxdur ki, yəni açıq. Yəni tək variant dediyim kimi, əgər elə bir hadisə yaşansa, əslində biraz bu barədə cəmiyyəti məlumatlandırsalar ki, yəni xüsusi uşaqlar ola bilər, yəni onlara qarşı aqressiv davranmayın, yaxınlaşa bilər masaya, nəsə vura bilər, sındıra bilər və s. Yəni anlayışla qarşılayın. Mən belə deyim, mən əvvəl bir dövlət qurumunda çalışırdım və orada olanda o tip özəl uşaqlar ora çox gəlirdi. Məsələn, bir uşaq var ki, durduğu yerdə, yəni mərkəzin ortasında möhkəmcə qışqırırdı. Heç kim istəmir, amma möhkəmcə qışqırır. Artıq sən onu yaxınlaşıb nəsə desən, hadisə ola bilər. Və o da gələndə artıq biz bütün əməkdaşları könüllülərdən tutmuş, məlumatlandırırdıq ki, yəni bu uşaq belə bir uşaqdır. Yəni çalışın da ümumiyyətcə yaxınlaşmayın, nəsə söz deməyin və istəyir qışqırsın, istəyir neyinir eləsin, yəni siz uzaq durun. Da heç bir müdaxilə eləməyin. Yəni o dediyiniz düzdür, bunu cəmiyyətə qarşı eləmiyorlar təbii ki. Yəni müəyyən əslində onunla bağlı bir bəlkə də layihə eləmiyorlar. Yəni layihə yaradıb, onu qrant olaraq verib, yəni müdafiə edib və sonra o layihə çərçivəsində insanlara onu öyrətmək olar. Amma təbii ki, bunun üçün də dediyim kimi həm layihə yaratmaq lazımdır, həm böyük bir çaba lazımdır ki, bunu göstərəsən, insanlar onu alışdırasan. Yəni bunun üçün bir də müəyyən vaxt lazımdır. Birdən ağlıma gəldi. Sizcə onlar üçün ayrıca bir restoran və s. yaradılmaq bu yaxşı fikirdir, yoxsa biraz onları elə bir cəmiyyətdən kənarlaşdırmaqdır? Yox, əslində kənarlaşdırmaq deməyək, amma belə deyək də, əslində olmağı məncə normal bir şeydir. Yəni onun problemi deyil. Çünki onsuz da nə qədər biz onları insanlara qatmağa çalışsaq da o müəyyən problemlərə yol aça bilər də. Demirəm hər yerdə elə restoranlar olsun, amma ən azından müəyyən yerlərdə olmağı normaldır. Yəni daha doğrusu olsa normal olar. Çünki Azərbaycanda heç yoxdur. Onlar da özünü rahat. Yox, mən də bilmirəm. Məsələn, sizə belə bir şey deyim. Amma Bakıda məsələn pişiklər üçün kafe var. Bəli. Məsələn, yəni mən heyvanları sevdiyim üçün deyirəm. Məsələn, insanlar görürsüz öz heyvanlarla gedir orada və baxın bunu da belə düşünün. Küçədə normalda məsələn bayaq bura gəlirdim, bir xanım var, görürəm yanında toy poodle cinsi it var. Və başqa bir yaxınlaşanda məsələn biraz kənara çəkir ki, əslində yəni toy poodle elə bir cinsdir ki, o ömrü boyu sizə yəni yaxınlaşıb heç nə eləyən deyil də. Maksimum sarılıb eləyir. Amma yəni necə deyim, görürsüz amma artıq onun üçün fikirləşiblər deyə, bilirsiniz çox zaman restoranlara falan gedəndə insanlar
İbtidaən oynayır, eləyir, məsələn, ya da ki, pişiklər birisi yaxınlaşmağı sevirlər və s. O problemlər üçün əslində məsələn o kafe sistemi kim fikirləşibsə, məsələn, yəni çox doğru düşüncə ilə fikirləşibdir. Yəni hər iki tərəfli, həm insanlar üçün, həm ora üçün, yəni sahibkar üçün, hər iki tərəf üçün, yəni çox möhtəşəm bir fikirdir. Bunu əslində yəni bu siz dediyiniz mövzuda da eləmək olar. Siz çox motivasiyalı bir şəxsə oxşuyursunuz açığı, amma maraqlıdır ki, sizin də motivasiyanız düşəndə özünüzü necə toparlayırsınız? Ümumiyyətlə Nilxan, bu suala belə cavab verim. Motivasiyasına inanan yarı yolda qalar. Disiplininə güvənən həmişə axıra qədər gedər. Amma motivasiyalı olmağı necə bacarıram mən sizə deyim. Çünki mən heç zaman ümumiyyətcə istər biraz motivasiya və xoşbəxtlik yanları çox yaxından anlayışlardır. Və motivasiya mən heç vaxt nə bir varlığa, nə bir insana bağlamamışam. Yəni motivasiya mən öz içimdən formalaşdırıram. Təbii ki, bu düşdüyü vaxtlar olur. Onda da nə etməlisiniz? Siz motivasiyamız əslində necə düşə bilər də? Məsələn, bir şey eləmək istəyirik. O yolda bir çabalar göstəririk və bir mənfi hadisə yaşayırıq. Və yaxud da ki, məsələn, mən düşünürəm ki, bir gəncə burada motivasiya verirəm. Buradan çıxır valideyn bir söz deyir və motivasiyadan düşür. Artıq sonra alacağınız uğurlu nəticəni real yaşadığınız kimi təsəvvür edə bilərsiniz. Ya bu sizin motivasiyanızı yüksəldir. Onun nümunəsini də sizə verim. Mən ingilis dilində dərəcə almamışdan öncə bir kursa gedirdim. Və insan psixologiyası elə bir şeydir ki, bir şeyi bir dəfə, iki dəfə elədikdən sonra artıq eləmək istəmir. Çünki yorulur, halsızlaşır, belə deyək də, artıq onu eləmək istəmir. Və mən onu artıq məndə o nöqtəyə gəldim. Çünki bütün insanlar eynidir. Amma mən nə etdim? Digər insanlardan fərqli olaraq bilirsiniz, çox insanlar İngiltərə, İtaliya falan sevir. Mənim həmişə xəyalım Latviyanın Riga şəhəri idi. Və mən artıq kursa gedəndə sanki getmişəm, məsələn, yəni getdiyim küçə belə, sanki Riqanın mərkəzi o Rafuşa mərkəzidir və o küçələrdə yeriyirmişcəsinə təsəvvür eləyirdim. Yəni sanki o kursa gedən yol, yəni belə deyək də Riqa şəhərinin özündədir. Və o təsəvvürümü elə gətirib artıq yəni hər şey mənim üçün çox daha doğru formalaşmış olurdu və artıq ondan bezmirdim. Yəni motivasiyam daha da yüksəlirdi. Yəni normalda motivasiyamızın düşməyi, yəni bir sözlə də düşə bilər, yaşadığımız bir hadisə ilə də düşə bilər və bunun ümumiyyətcə motivasiyası düşməyən insan görə bilməzsiniz. Bu biraz spirituallıq kimi də manifestdə deyirləri, dilədim oldu. Olmuş kimi qəbul edirsən və olur. Bunu demək istədiniz. Onun burada incə fərqi var. İncə fərqi nədir? Biri var ki, manifestləyən insan var ki, məsələn, çaba göstərmir, sadəcə deyir ki, manifestləyirəm olsun. Bir də var ki, mən dediyim necədir? Ondan biraz fərqlidir. Yəni siz motivasiyanızı sadəcə yüksəltmək üçün, yəni bu gedib axıb bir tərəfdən siz əziyyət çəkirsiniz, çünki sonra gedəsiniz o kursda yenə dərs oxuyacaqsınız, yəni məşğul olacaqsınız. Amma bir tərəfdən də yəni onu reallaşmış kimi olsa qəbul etməyə bacarmalısınız. Çünki reallaşmış kimi qəbul etməsəniz, onsuz da sizin üçün heç vaxt reallaşmayacaq. Anladım. Siz artıq qəbul edirsiniz ki, bu olub, amma yenə də bir çaba göstərirsiniz. Olmuş kimi təsəvvüründə qəbul edib bunu eləyirsən və bu səni daha çox motivasiyalandırır. Az öncə qeyd etdiniz ki, insanlar münasibətlərdə bir-birlərini tanımırlar, amma tanıdıqlarını düşünürlər. Sizcə bu necə olur, nəyə görə olur və buna ən yaxın nümunə nə deyə bilərsiniz? Ümumiyyətlə sizə belə bir şey deyim. Bu tanımaq məsələsi birinci özümüzdən başlayır. Yəni görürsüz, adi bir karyera qurmaq üçün belə siz birinci özünüzü tanımalısınız. Və uğurlu olmaq üçün siz özünüzü tanımış olmalısınız ki, nəyə bələdsiniz, öz vicdanınız, öz daxilinizdə onu qəbul eləməz ki, ona gedib belə deyək də artıq qazana biləsiniz. Münasibət də elədir. Məsələn, mən özümü tanıdıqdan sonra qarşımdakı insanı tam tanımalıyam. Tanımaq məsələsində də mən bürc demirəm, nə bilim, yaşını sevdiyi rəng falan. Bunlar onsuz da olmalı olan şeylərdir. Tanımaq sözün əsl mənasında siz nə deməkdir? Yəni o insanın, məsələn deyim, Nilxanın bu hadisəyə belə reaksiya verir. Mən onda əgər Nilxanı tanıyıramsa, deməliyəm ki, buna reaksiya verirsə, bir bildiyi var ki, belə reaksiya verir. Və yaxud da ki, Nilxanın o hadisəyə reaksiya verməmişdən öncə, hadisə yaşananda Nilxanın o hadisəyə necə reaksiya verəcəyini bilmək o insanı tanımaqdır əslində. Hansı situasiyada necə davranacağını əvvəlcədən bilmək, təxmin etmək, onu tanımaq. Bəli. Və yaxud da ki, sizə belə bir şey deyim. Münasibətlərdə ikinci problem güvən məsələsidir. Məsələn, özünüz bilirsiniz, demək olar hər kəs deyir ki, əslində mən bilmirəm əslində bu yaxşı insanlar harda, daha doğrusu pis insanlar hardadır. Çünki hamı efirə çıxır və hamı deyir ki, oğlanlar deyir ki, xanımlar pisdir, xanımlar deyir oğlanlar pisdir. İndi bu danışanlar yəqin ki, yaxşıdır. Yəni həqiqətən. Amma belə bir şey deyim, güvən məsələsi. Güvən məsələsi də sizə necə deyim, sadəcə mən bura getdim, mən ora getdim deməklə və yaxud da ki, o bunu eləməz deməklə bu güvən məsələsi deyil. Güvən məsələsi nədir? Bu insan bu hərəkət eləyir. Məsələn deyim, sizə həyatınızdakı insan deyir ki, sən bu insanla münasibət qurma, yəni dostluq eləmədə, məsələn. Siz onu sorğulamaq əvəzinə bu adamın bir bildiyi var ki, bu söz deyirsinizsə, bunu əminliklə deyə bilirsinizsə, demək ki, siz onun sənə güvənirsiniz. O insan demək ki, siz o güvəni veribdir. Amma əgər sorğuluyursunuzsa, bu istisnasız demək ki, sizin o insana hardasa güvən əksikliyiniz var və güvən əksikliğində formalaşması əslində qarşılıqlıdır.
Ümumiyyətcə, yəni bir belə deyim də, xoşbəxt bir münasibət istəyirsinizsə və uzun müddətli bir münasibət istəyirsinizsə, burada birincisi bizdə bilirsiniz də güvəndir və s. bunu bir belə deyim də, xüsusi bir yer kimi göstərirlər. Amma bu onsuz olması gərəkəndir. Amma ən əsas məsələ anlayışdır. Yəni o insan sizi anlamağı bacarmalıdır, siz onu anlamağı bacarmalısınız. Çünki hər iki xarakter hər zaman fərqli olur və fərqli düşüncə formaları olur və ona görə iki tərəf bir-birinə müəyyən mövzularda anlayış göstərməyə bacarmalıdır. Yəni hər iki tərəf mən desə, o münasibət heç zaman uzun müddətli ola bilməz. Tanımaq məsələsi bir də fərqli kateqoriyalardan baxa bilərik. Məsələn, dediyim kimi ölkəmizdə məşhur bir psixoloqumuz var və ona iki şəxs gedir və deyir ki, məsələn də biz yəni bir-birimizi tanıyırıq deyir. Deyir sözün əsl mənasında bir-birinizi tanıyırsınız. Deyir tanıyırıq. O da 2A4 verir və müəyyən suallar verir. Məsələn, birinci sual odur ki, ailə büdcəniz necə olacaq? Xanım deyir ki, ortaq büdcəmiz olacaq. Bəy yazıbdır ki, mənim büdcəmin 50% anama gedəcək. Və buradan belə bir haşiyə də çıxıram. Sırf anasına bağlı, ümumiyyətcə ailəsində çox hədsiz dərəcə, həddində demirəm, hədsiz dərəcə bağlı, əsasında anaya hədsiz dərəcə bağlı bir oğlanla münasibət quranda bəlkə həyatınızın ən böyük səhvini elədiniz. Bəli. Çünki burada sadəcə bir haşiyə çıxım, demirəm anasını sevməyən. Ümumiyyətcə onsuz ailəsini sevməyən insana sizə qarşı sevgi gözləməyin. Amma çalışın ki, çox hədsiz dərəcədə bağlıdırsa, o insandan yəni sizə xeyir gözləməyin. Çünki o insan ömür boyu dəyişib, yəni sizə öz başına qərar verə bilməz. Yəni mümkünsüz bir şeydir. Ona görə çalışın ki, yəni belə deyək də, münasibətlərdə insanlar qarşındakı insana çox doğru analiz eləməlidir. Ki bu insan necə insandır. Və tanımaq məsələsi də düşünün. Yəni psixoloq soruşur, xanım yazıb ki, büdcəmiz ortaqdır, bəy yazıbdır ki, yəni 50% anama gedəcək. Və düşünün bunlar necə bir-birini tanıyır ki, hələ bilmirlər ki, ailə büdcəsi necə olacaq. Bəli, bunlar əsas danışılmalı bir məsələdir. Bəli. Bizdə də necədir? Mən sizə deyim. Oğlanların 90% əldə eləmək üçün hər şeyə hə dediyi bir dövr var. Yəni hətta ifadəmə görə üzr istəyirəm, amma yəni ayət dayı demək kimi bir məsələdir. Yəni körpündə keçənə kimi. Bəli. Amma əslində nə olmalıdır? Məsələn, mən sizə bir hadisə deyəcəm. Çox zaman bilirsiniz, xanımlarımızı biraz qonaq obyektinə çevirirlər ki, xanımlar pul istəyir, maddiyat istəyir və mən də bunu deyirəm, amma xanımları uzatmaq üçün deyirəm. Heç bir bəy davamlı maddi gücü olmadan, davamlı, yəni bəzən aşağı, bəzən yuxarı bilir, onu demirəm. Davamlı maddi gücü zəif bir oğlanın yanında heç bir qadın sona qədər qalmayacaq. Və sadəcə o yox, ailəsi belə qalmayacaq. Bəli. Bunu qəbul eləmək. Yəni xanımın nəyisə tələb eləməyi bu normal bir şeydir. Amma belə bir şey deyil. Mən hansı xanımı uca görürəm? Xanım evləndikdən sonra yox. Məsələn, mənim bir yaxınım var. Xanım buna dedi ki, əvvəldən mən ailə ilə yaşamaq istəmirəm. Yəni bərbaşdan evimizi lap kirayədə qalaq, nə olur olsun, amma yəni bərbaşdan planlayaq da. Bir də var ki, bir yaxınım var, evləndi, xanım övladı olduğu gün, övladın götürdü getdi, oturdu ailəsinin yanında və dedi ki, sən ev almamış, mən gəlib səninlə yaşamıram. Bizdə normalda yaxşı kimi görülən xanım ikinci tip xanımı görürlər. Ki də xanım yanında heç bir şey tələb eləməyibdir, yox, hər şey yaxşıdır, görürsən heç nə tələb eləmir, amma o bir xanım pis görürlər. Amma əksinə, xanım dürüstcəsinə əvvəldən deyir ki, mənə bağlanmadan, yəni bir-birimizə bağlanmadan, bir-birimizə çox məsələn dəhşət, yəni şərti şumda kəsir. O da normal bir şeydir. Yəni insanın düşüncəsi normal bir şeydir. Hətta mənim də fikrimcə ayrı yaşamayan insanların bir-birinə alışması çox çətindir. Yəni çünki nəticədə insan rahat olmaq istəyir evində, bir-birinə bələd olmalıdır. Onların pis və yaxşı tərəflərini evdə bir-birinə qarşılaşmalısınız. Çünki bir şey hər kəs bilsin ki, münasibət dövründə qarşınızdakı insanları siz 100% tanıya bilməzsiniz. Bəli. Yəni ya eyni evdə yaşamalıdır, ya nəsə tətilə çıxmalıdırlar. Bəli. Hətta onun bir nümunəsini də verim. Məsələn, digər ölkələrə maraqlana bilərsiniz. Türkiyə olsun, Avropası olsun. Heç bir yerdə nişandan öncə iki insan belə etdə onlar nişanlı müddətini bir növ elə görürlər. Yəni bir müddət bir evdə yaşamamış, yer bayla qurmurlar. Və bizdə hər kəs buna çox pis bir şeymiş kimi baxır. Amma əksinə, yəni insan bilir ki, sabahsı gün o evdə bəlkə dəyişə bilər bir yerdə yaşadıktan sonra. Çünki 18 il, 20 il bir yerdə böyüdünüz, qardaş bacınızla bir evdə siz sıxıntı yaşaya bilirsiniz. Ona görə yəni mənim fikrimcə ən doğru fikir odur ki, yəni ayrı yaşayıb bir-birinə tam şəkildə bələd olmaq. Bu məqamda həmişə bunu qeyd edirlər ki, neçə nəfərlə bir evdə yaşayacaqsınız. Burada əslində məsləhət görülən o deyil ki, hər tanış olduğun insanla gedib bir evdə yaşa. Yəni belirli bir səviyyəyə gəlmisənsə, artıq nişanlanmısınızsa və s. yəni artıq ciddi düşünürsünüzsə, bir addım atılacaqsa, yəni yaxşı olar ki, bu insanı daha yaxından tanıyasınız. Yoxsa hər tanıdığın adamla gedib bir evdə yaşa deyən yoxdur. Ümumiyyətcə belə deyək də, məsələn, deyək ki, o ölkələrdə elədir, bizdə belə. Bizdə hər kəs sevgili olduğu insanla ailə qurubdur. Yox. Yəni açıqdır və bu mümkünsüz bir şeydir. Əslində o mövzulara keçsə, o mövzular da biraz dərin mövzulardır. Yəni necə? Məsələn bizdə bir oğlanın əvvəl belə deyim, ifadəmə görə istəyirəm. Yəni 4 xanımla 5 xanımla münasibət olub əvvəllər və bu gün gəlib bu xanımla münasibət qurur və xanım sorğulamadan, yəni əvvəlin soruşmadan normal ailə qurmağa hazırdır.
Amma xanımın bir sevgilisi olmağına bilirsiniz necə baxılır? Bəli, mən bunu da başa düşmürəm. Yəni Niyə bu onda çox- olar, bunda olmaz? Birincisi, əslində mən sizə bir şey deyim. Bir insanın keçmişini sorğulamaq məncə yəni ən mənfi bir şeydir. Yəni sən mən olduğum dövrdən sonrakı zamana baxsan. Mən sənə əgər sən mənim həyatım olduğu dövr sənə xəyanət eləmişəmsə, yalan danışmışamsa, sənə qarşı mənfi hərəkət eləmişəmsə, səni aldatmışamsa, onda sən deyirəm ki, sən bunu eləmisən. Amma yoxsa məsələn sən əvvəl özdə bizdə ən pis şey odur. Yalandan hər kəs deyir ki, mən sənin keçmişin maraqlı deyil, amma bir müddətdən sonra o keçmişdəki münasibəti sorğulamağa başlayır. Sizcə heç nəyin göstəricisi deyil? Yəni keçmişdə bir kişinin xəyanət eləmiş olmağı, sonra da eləyəcəyin işarəsi deyil. Sizə belə bir şey deyim də, bir söz var. Deyir ki, bir eləyən bir deyirlər, səni eləyən başqasına deyirlər. Bəli. O başqa şey. Mən açıq xəyanəti biraz ona qatmaq istəmirəm. Mənim əsas qatdığım məsələ nədir? Mən sizə deyim. Məsələn, bu insan əvvəl biri ilə münasibət yaşayıbdı və o insanla münasibətinin bitməsi fərqli bir mövzu olubdu. Bu o demək deyil ki, o mövzu gəl burada da təkrarlanacaq. Amma xəyanət məsələsi heç, amma onu da belə deyim də, siz o dəqiqə o insandan soruşmalı deyilsiniz. Də məsələn, əgər böyük bir şey olmayıbsa, yəni ortaya çıxmayıbsa, gəlib sizə çatmayıbsa, plus onsuz da siz həyatınıza aldığınız insanı bu arada münasibət qurduqdan sonra yox, qurmamışdan əvvəl soruşun. Və bu üçün amma çox dərinə getmədən də, yəni normal soruşdusa, dediyim kimi xəyanət olub və sair olubsa təbii ki, uzaq durmaq. Çünki yalan və xəyanət yenə deyirəm. Yəni bir eləyən bir eləyər, səni eləyən başqasına eləyər. Yəni hətta bəzən bilirsiniz də, bir xanım və yaxud da ki bir bəy məsələn buna xəyanət edib gedib onun yaxını ilə münasibət qurur və s. və o insan deyə bilər ki, bunu eləməyəcək. Bəli. Yəni o mümkünsüz bir şeydir. Amma bu arada xəyanətin də belə kökünə getsəz, görə bilərsiniz ki, xəyanət nəyinsə acılıqlarıdır. Hətta bizim insanlar, mən hər zaman deyirəm ki, ona görə müəyyən şeylərdə tam formalaşmayıb. Məsələn, bu gün belə deyək də, açıq bir geyim geyinən xanıma hər kəs mənfi baxır. Amma mənim fikrimcə elə deyil. Yəni ona qalsa örtülü o qədər yeni insan varkən mənfi hərəkətlər eləyir. Də biz ümumiyyətcə insanların belə deyək, xarakterlərin, xüsusiyyətlərin fərqli şeylərə görə ölçmək istəyirik. O da heç doğru bir fikir deyil. Yəni geyimi göstərici deyil və ya keçmişi göstərici deyil. Biz o insanı özümüz şəxsən tanımalıyıq, öz təcrübəmizdə bilməliyik ki, bu insan necədir. Ümumiyyətcə göstərici deyil Nurxan. Yəni geyimi göstərici olaraq görmək, yəni məncə çox normal bir şey deyil. Çünki məsələn mənim qrup yoldaşım olubdu. Belə deyim də, çox açıq geyinən bir insandır. Yəni nəyə görə? Çünki deyir ki, mən belə deyək, imkanlı bir ailədə böyüyübdü və deyir ki, mən oturub gözümü açmışam, yəni mənim ailəm falan hər zaman belə geyinibdi. Düzdürmü? Amma siz onu hər hansısa məsələn bizimkilərin axı bir oğlanla görməyə pis baxırlar. Heç bir oğlanla salam mələküsün belə yəni lorel eləcək görə bilməzdiniz. Amma mən sizə hicablı xanım göstərərdim ki, universitetdə bir 24-dən necə danışmışdı. Məsələn də yəni demək ki, geyim göstərici olsaydı, hicablı yaxşı olardı. Bu mənim qrup yoldaşım olan bu yazıq xanım da pis olardı. Bəs sizcə harda nə geyinəcəyini bilməmək o bir göstərici deyil? Yəni O açıq-saçıq geyinir, amma məsələn işin öz geyimi var. Bəli, onu artıq nə zaman deyə bilərdik? Məsələn, o xanım universitetdə belə geyinib, məsələn deyək. Evində fərqli geyinməsə, məsələn, orada da elə geyinsə, başqa bir müəssisədə orada da elə geyinsə, onu da deyə bilərdik. Amma sən artıq həyatındakı insanı tanıyırsan, sən görürsən ki, məsələn, hətta mən ümumiyyətcə bir kişinin qadının geyiminə qarışmasına çox gülümsədici kimi baxıram. Yəni sən sevdiyin insandan əminsənsə, sən bilməlisən. Məsələn, mənim bir qrup yoldaşım var, bayaq sizə demişdim. Onun həyat yoldaşı iş yerinə demək olar ki, makiyajı sıfır vəziyyətdə eləyir. Çünki xanımın onsuz doğal gözəlliyi var və əlavə makiyajı sevmir. Həm də deyir mən iş yerinə gedirəm. Yəni mən orada onsuz da ailəm də var. Kiməsə yəni bilinə bəyənilməyə getmirəm. Və yaxud da deyir bir restorana gedirəm. Deyir təbii ki, o restoranın öz aurası var və mən yoldaşımla o restorana elə gedirəm. Və yaxud da deyir biz əyləncə mərkəzinə gedirik. Ora fərqli geyim tərzinə gedirəm. Yəni adam bilir ki, yoldaş və ömür boyu da yoldaşına deməz ki, yəni sən niyə bu geyim tərzini geyinmisən də. Ümumiyyətcə yəni dedim ki, bir kişinin bir qadının geyiminə müdaxilə eləməyi yəni məncə çox gülünc bir hadisədir. Yəni mənim fikrimcə təbii ki. Bir daha təşəkkürlər Sübhan bəy. Yaxşı ki gəldiniz. Bugün maraqlı nöqtələrə toxunduq. Mənim üçün də xoş oldu Nurxan. Bizi izlədiyiniz üçün təşəkkürlər Protax izləyiciləri. Bəyənməyi və rəylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın.